Salam dəyərli izləyicilər, bu gün bir ciddi məlumatı sizlərlə paylaşmaq istəyirəm. Orta məktəb uşaqlarında yaddaş problemi çox geniş yayılıb. Bunun əsas səbəbi nədir? Bunun da səbəbi odur ki, beyin hər yağı istifadə edə bilmir. Beynin kilo almaması üçün istifadə edə biləcəyi yağları omega yağlardır. Çox təəssüflər olsun ki, bu omega yağlar da bugünkü gündə qidalarda çox azı, demək olar ki, yox dərəcəsindədir. Və eyni zamanda da omega ilə zəngin olan balıqlar da bu günləri demək olar ki, süni şəkildə saxlandığına görə bu yağlardan istifadə edə bilmirlər və ona görə də uşaqlarda yaddaş problemləri yaranmasına da gətirib çıxarta bilir nəticə olaraq. Bəs bundan çıxış yolu varmı? Təbii ki, hər şeydən çıxış yolu var. Bunun üçün ən yaxşısı kətan toxumu yağıdır. Kətan toxumu yağının tərkibində omegadan olmasa, amma digər yağlarla sintezə olaraq beynin istifadə edə biləcəyi yağ türü əmələ gətirilir və bu da ki, beynin yaxşı işləməsi üçün çox faydalıdır. Ona görə də kətan toxumu yağını uşaqlar üçün çox görməyin və maksimum dərəcədə də uşaqlarda istifadə etməkdə fayda vardır.